Canım sənə fəda olsun, yəbnə Rəsulillah. Belə bir günü mübarək camalını görəcəyimi ağlıma belə gətirməzdim. Ya Peyğəmbər evladı, sualım var. Siz hara gedirsiniz? Bilmirsiniz? Eşitmişik, amma istəyirik öz dilinizdən eşidək. Abdullah Məmun məni öz yanına çağırır. Onda doğruymuş. Öz istəyinizlə Mərvə gedirsiniz? Bizim istəyimiz o idi ki, elə Mədinədə qalaq. Onda sizin güclə aparırlar. Əgər elədirsə, icazə verin mən və bütün qəbiləm La ilahe illallah deyib qəsbkarların hamısını cəhənnəmə vasil eləyək. Qılınca əl atmazdan qabaq dininizin sabit qalacağını fikirləşin. Əgər Məhəmmədin şəriəti yaşayarsa və cəmaatın qəlbi Qur'an və əhl-i beytin təlimlərindən qafil olmazsa, onda ehtiyac yoxdur ki, mən və sizlər qılınca əl ataq. Zalimdan qorxmayın. Cəmaatın avamlığından qorxun. Gedin, öz ev eşiyinizə qayıdın və həmişə Allah dininin qoruyucusu.